Oğurluq barəsində danışdınız. Oğurluq sayılması üçün hansısa məbləğ müəyyən edilibmi, elədirmi? Müəyyən məbləğdən yuxarı olmalıdır ki, onun üçün cinayət işi açılsın, yoxsa oğurluq, soyğunçuluq sayılsın? Ümumiyyətlə belə deyim də, soyğunçuluq və quldurluq daha ağır mülkiyyət əleyhinə olan cinayətlərdir. Yəni soyğunçuluq açıq talamadır. Bəli. Quldurluq isə zor tətbiq etməklə və hər hansı bir hədə altında talamadan söhbət gedir. Oğurluq isə gizli talamadır. Oğurluq sözsüz ki, mülkiyyət əleyhinə olan cinayətlər arasında tək bizdə yox, ümumiyyətlə də dünyada geniş yayılmış. Amma bizdə, gəlin indi özünüz də izləyirsiniz də, yəni bu xəbərləri, sosial şəbəkələri, yəni bizdə elə də ciddi oğurluq hadisələri olmur. Məsələn, xaricdəki bank yarsınlar və yaxud da ki, hər hansı bir muzeydən dəyərli bir eksponat oğurlansın. Bizdə oğurluqlar, yəni aşağı həcmdə olan oğurluqlarda əsasən, yəni üzdə olanları deyirəm mən. Bir məsələ də var ki, oğurluqda da, dələduzluqda da cinayət tərkibi, yəni cinayət məsuliyyəti 500 manatdan yuxarı olduqda yaranır. 500 manatdan aşağı olanda o artıq inzibati məsuliyyətdir, xırda talama gedir.